Salam, dəyərli şagirdlər, əziz valideynlər. Yenə Çınar yayımlarının nəzdində birinci siniflər üçün oxuyub anlama və dinləmə kitabımızdan qaldığımız yerdən davam edirik. İlk başlıqda olan 8 sualı izah etmişdim. Yarıda qalmışdıq. Onların izahını verməyə çalışacağım. Diqqətli olaq. Mətnə uyğun başlığın tapılması. Yenə də başlıq, yəni ad veririk. Bu mətndə əsas nədən danışılırsa, ona uyğun biz ad veririk. Baxaq birinci sualımıza. Allahın bizə verdiklərinə şükür etmək lazımdır. Çünki hər şeyə narahatlıq edən insanların özləri işləri həmişə pis gedir. Amma daim şükür edən, daha yaxşılarını əldə etmək üçün zəhmət çəkən insanlar Allah tərəfindən mükafatlandırılır. Mətnə uyğun başlıq hansıdır? Pislik edən insanlar, ən ağır cəza, şükür etməyin gözəllikləri. Yəni, buradan şükür etmədən danışır. Əsasən uyğun variant C variantımız olacaq. Baxaq ikinci suala. Bacım məndən 6 yaş böyükdür. O universitetdə oxuyur. Universitetin ən bacarıqlı və savadlı tələbəsi olduğuna görə bütün müəllimlər onu çox sevir. Mən də yaxşı oxuyub, onun kimi sevilən tələbə olacağam. Burada da yenə başlığı istəyir. Universitet həyatı. Burada universitet həyatından ümumiyyətlə danışılmır. Elə bir bacısından danışılır. Sadəcə orada universitetdə oxuduğu vurğulanır. Sonra mənim bacım savadlı tələbələr. Sadəcə bir tələbədən danışır. Burada tələbələr cəm şəkildə vurğulanıb. Ona görə olacaq mənim bacım. Yəni bacısından danışır. Ona görə olur cavabımız ikinci sualda B bəndi. Baxaq 3-ə. Gülər şəkilli kitabları çox sevir. Buna görə də atası ona çoxlu şəkilli kitablar alır. Gülər isə atasına şirin təbəssümlə təşəkkür edir. Yenə uyğun ad, baxırıq faydalı kitablar. Sonra Gülərin kitab sevgisi, şəkilli kitablar. Şəkilli kitablar ümumiyyətlə elə uyğun gəlmir. Burada ən uyğun olan, o da uyğun gəlir, amma daha uyğun gələni isə Gülərin kitab sevgisidir. Çünki Gülər şəkilli kitabları çox sevirdi və atası ona şəkilli kitablar alır çoxlu. Ona görə Gülərin kitab sevgisi B bəndi olacaq. Baxaq 4-cü sualımıza. Yaşıllıq həm gözəllik, həm də sağlamlıqdır. Yaşıllıq hər şeydən əvvəl oksigen, təmiz hava deməkdir. Əgər yaxşılığı qorusaq, sağlamlığımızı da qorumuş olarıq. Yenə uyğun başlıq, mətnə başlıq uyğun ad hansıdır? Başlıq daha uyğun hansı olar? Deməli, yaşıllığı qorumaq tədbirləri, yaşıllığın faydası, sağlam həyat. Burada yaşıllığın faydaları daha uyğun variant olacaq. Ona görə 4-cü sualda B variantı olacaq. Yaşıllığın faydası. Üzüm çox faydalı meyvədir. O bağırsaqlarda və qaraciyərdə toplanan zəhərli maddələri zərərsizləşdirir. Orqanizmdə duzların toplanmasına mane olur. Qan damar xəstəlikləri, qan təzyiqi olanlara üzüm yemək məsləhət görülür. Mətnə ən uyğun başlıq hansıdır? Zərərli maddələr, B bəndi xəstəliklər, C bəndi üzümün faydaları. Burada üzüm meyvəsi şəkildə çəkilib üzümün faydalarından danışır. Ona görə C bəndi olacaq. 6-cı suala keçək. İnsanın özünə qarşı etdiyi ən böyük yaxşılıq dürüstlük olmaqdır. Dürüst olmaqdır. Çünki dürüst insanlar hər zaman doğru yolda addımlayır və başı uca olurlar. Mətnə ən uyğun başlıq hansıdır? Doğru söz, dürüst olmağın yolları ən böyük yaxşılıq. Ona görə burada olacaq ən böyük yaxşılıq dürüst danışmasıdır insanın. Bəli, ən böyük yaxşılıq olacaq. C bəndi olacaq. 6-cı sualımızda cavabımız. Ceyran kitabdan Ceyran riyaziyyatdan misalı yazmamışdı. Dostu Ləmana dedi. Ləman, sən dəftərlərini ver, səndən köçürürüm. Ləman isə ona dəftəri vermək əvəzinə misalların həlli qaydasını izah etdi. Ceyran ona təşəkkür etdi. Mətnə ən uyğun başlıq hansıdır? Düzgün davranış, riyaziyyat dərsi, Ceyranın yaxşılığı. Bəli, Ceyran orada yaxşılıq etmişdi, riyaziyyat dərsində baş vermişdi. Amma bu əsas mətnə, əsas burada danışılır. Düzgün davranış, yəni bu aşılanır. Müəllif bizə bunu demək istəyir. Ona görə ən uyğun başlıq düzgün davranış olar. A bəndi. Mən atdığım hər addımda atamla anamdan məsləhət alıram. Çünki onların həyat təcrübəsi daha çoxdur. Onlar mənə
Hər zaman doğru yol göstərirlər. Mətnə ən uyğun başlıq hansıdır? Böyüklərin məsləhəti, böyük insanlar, doğru yol. Böyük, yəni atasından, anasından məsləhət alır, yəni böyüklərin məsləhəti daha uyğun olar. A bəndi. Çox sağ olun dinlədiyinizə görə minnətdaram. Kanalımızı bəyənək, abunə olaq. Çünki yeni videolar yüklənib. İzahlarımızdan xəbərdar ola bilərsiniz. Minnətdaram.